Elhamdülillah yani Medine məscidindəyik, Mədinədə Peyğəmbər sallallahu aleyhi ve sellemin məscidindəyik. Ben Məkke'den gelmişim. Lakin adam Məkkə için darıxır. Həqiqətən Məkke'də bir başka bir hissler var. Məkkə bir başka bir güzelliği var, özelliği var. Ve xüsusilə vurgulamak istəyirəm ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem müşriklər tərəfindən artıq öldürmek istədikdə Peyğəmbər sallallahu aleyhi ve sellemi Resulullah sallallahu aleyhi ve sellem hicret ederken üzünü çevirir Mekke'ye ve kövrəlir ağlayır. Bir ey Mekke, Allah'a and olsun ki sen Allah'a ve mənə en sevimli mekansın. Allah'a ve mənə en sevimli mekansın. Eğer qövmüm beni buradan zorla çıxarmasaydı, hiç şüphesiz ki ben buradan çıxmazdım. Ama həqiqətən Məkkə bir ayrıdır, Mədinə bir ayrıdır. Hiç şüphesiz her iki şehir güzeldir. Doğrudan doğru Medine-i Munavvara deyiləm, nurlu şehir. Lakin Məkkə deyərdim sizə ki, həqiqətən də şəhərlər anasıdır Məkkə. Hər ikisinin başka bir güzelliği var. Lakin xüsusilə Məkkə. Məkkə bir şey de yaddan çıxartmalı deyilik ki, Məkke'de kılınan namaz 100.000 namaza bərabərdir. Lakin Mədinədə qılınan namaz 1000 namaz. 99.000 dəfə orada qılınan namaz, burada qılınan namazdan daha əfsəldir. Allah subhanahu teala bizleri her iki mekanda cəm etsin. Daima. Yani Allah'tan istəyirəm ki, bu sevinci, bu nətər deyim, bütün Müslümanlar yaşasın. Bütün Müslümanlar. Ve aynı zamanda bir məsələni də qeyd eləmək istəyirəm. Maraqlıdır. Məkkə və Mədinədə olanda insanlar görürsən ki, statusları qoyub paylaşır. Və kiminin qonşusu, kiminin dostu, kiminin qohumu deyir ki, onu eləməkdənsə qonşuya az idi, ona verəydi. Həmin bunu eləməkdənsə falan kəs xəstə idi, onu eləyərdi. Maraqlıdır, onu yazan insanlar, Dubaya gedənləri, Avropanı gəzənləri, Fransa, nə bilim, mən şəxsən məsələn elə insanlar tanıyıram ki, mən özüm şəxsən bir nəfər belə gəzən, böyle bütün ölkələri gəzən bir nəfər var. Ondan soruşdum. Dedim, sənin statusu təxminən nə qədər baxır? Təsəvvür edin ki, o insan yəni dırnaq ustasıdır və kifayət qədər müştərisi var və o demək olar ki, bütün Avropanı, nə bilim mən Asiyanı demək olar ki, hamısını gəzir. Və statusda da paylaşır bütün hamısını. Deyirəm, sənə heç bir nəfər də olsun bugünkü günə kimi yazılmı ki, sən Fransa'ya getməkdənsə, Eyfelə çıxmaqdansa və yaxud da Qalizeyə getməkdənsə və yaxud da filan şəlaləyə çıxmaqdansa, orada gəzməkdənsə qonşuya yaxşılıq eləyərdi. Xeyir olsun. Yəni bizim elhamdülillah biz elə yerlərə getmirik, elə yerlərə bizim əlimizə pul da